Deyir, şir meşədə gedirdi. Gedir də şirdir. Heyvanlar da gəzicir orada. Çatana deyir ki, meşənin şahı kimdir? Deyirlər sən. Məğrur gedir. Ona deyir, meşənin şahı kimdir? Heyvanların şahı kimdir? Mən, sən. Ondan sonra bilirsən də mənəm heyvanların şahı, mən. Gəlir filə çatanda, deyir, heyvanların şahı kimdir? Deyir, xortumu ilə götürür, atır onu yana. Deyir, bilmirsən, deyirəm, bilmirəm də dava niyə eləyirsən? Filə deyir. Bilmirsən, deyirəm, bilmirəm. İnsanda bilmədiyinə dava eləmək xüsusiyyəti var. Bilmirsən, kişi kimi deyirəm ki, başa düşmürəm, bilmirəm. Anlamıram. İnsan deyib, bilmədiyinin düşmənidir. Bu xüsusiyyət insanda var. Və insan bildikcə, anladıqca bu cahillik mərəzindən qurtulur.